23 dekabr üçün bürclərin ən düz proqnozunu hazırladım. Qoç, bugün enerjinizi düzgün istiqamətə yönəltməlisiniz. İş və şəxsi həyatda kiçik problemlər sizi təşvişə sala bilər. Amma soyuqqanlı qalmaq uğur gətirəcək. Maliyyə məsələlərinə diqqət yetirin. Yeni investisiya və ya alış-veriş qərarlarını bugün təxirə salmaq daha yaxşıdır. Əkizlər, əlaqələr günün önəmli mövzusudur. Dostlar və yaxınlarla ünsiyyət faydalı olacaq, amma sözlərinizi seçməyə çalışın. Xərçəng, iş və ailə arasında balansı qorumaq vacibdir. Hisslərinizi gizlətmək çətin olsa da, səbir və anlayış sizi qoruyacaq. Şir, yaradıcılıq və ideyalar ön plandadır. Yeni layihələr və ya hobbilər üçün ilhamlı bir gündür. Qız, səhiyyəyə diqqət yetirin. Kiçik sağlamlıq problemləri bugün sizi narahat edə bilər, amma düzgün planla qarşısını ala bilərsiniz. Tərəzi, sosial münasibətlərdə uğur var. Yeni tanışlıqlar və əməkdaşlıqlar sizi irəli apara bilər. Əqrəb, emosional sabitlik önəmlidir. Hisslərinizi idarə etmək və iş və şəxsi həyatınızda sizə kömək edəcək. Ox atanlar, səyahət və öyrənmə üçün yaxşı gün. Yeni biliklər və təcrübələr sizi ruhlandıracaq. Oğlaq, maliyyə və iş məsələlərində diqqətli olun. Yaxşı planlaşdırma və səbir uğuru təmin edəcək. Dolça, yaradıcı ideyalar və dostlarla ünsiyyət günü faydalı edəcək. Yeni layihələr üçün start vermək mümkündür. Balıq, hisslər və intuisiya ön plandadır. Sevdiklərinizlə əlaqələr möhkəmlənəcək. Amma diqqətli olun ki, səhv qərarlar verməyəsiniz.